Buyurur Peyğəmbərimizdən də hədis. Məsəlül mümin kəs-sumbulə. Sümbül sözü işlədirik. Sümbül. Buyurur mömin sümbül kimidir. Yuharrikuhur-rih, külək deyir onu tərpədir. Fətəqumu mərrətən fəttəqa'u uxra. Buyurur ki, külək onu tərpədir, gah əyir yerə vurur, gah qaldırır. Maraqlı sözdür. Bir yerdə deyir əl-mümin kəl-cəbəlir-rasix. Mömin dağ kimidir, tərpənməz. Dini çətinliyi bundadır. Bir yerdə deyir mömin dağ kimidir, tərpənməz. Bir yerdə deyir sümbül kimidir. Külək onu tərpədər, əylər qalxar. İkisi də düzdür, zahirən ziddir. Bir baxışdan baxson, mömin dağ kimi olar. Meyillərinin qabağında sarsılmaz. Cəmaat nə deyir, belə deyir, elə deyir, cəmaatın xoşu gəlir, gəlmir. Bu şeylərin müqabilində dağ kimidir. Amma birdən əmr dəyişdi necə? Əmr dəyişəndə həmin dağ olan çevrilir olur sümbül. Ona görə deyirlər, hədisin birini götürüb bəzi adamlar bir dənə hədis oxuyub, hər yerdə yazır, ondan başqa dəlili yoxdur. Axı bunların hamısını uzlaşdıranda görsən fərqli mənzərə yaranır. Bir yerdə deyir dağ kimidir, bir yerdə sümbül hara, dağ hara. Deyir sümbül kimi olar. Ziddiyyətləri adam cəm eləyə bilsə mömindir. Hünər budur. Zidd şeyləri bir yerə yığa biləsən. Yeri gələndə dağ olasan, yeri gələndə sümbül. Bax, hünər bundadır. Möminliyin hünəri bundadır. Məsəlül kafir kəməsəlil ərdə. Kafir kimdir? Kafir möhkəm ağac kimidir buyurur. La yazal qaimə. Deyir tərpənmir, möhkəm dayanıb, külək əsir tərpənmir. Amma birdən bərk külək gəlsə, bərk külək gəlir, onu aşırdır birdən. Bu sümbülə heç eləmir, sümbül əyilir, durur, varlığını saxlayır. Amma o möhkəm dayanıb, amma görmürsünüz də bir görsən külək gəlir, maşınların üstünə aşırdır. Məsələn, son günlərdə gördük. Möhkəm ağacdır, onu bir dəfəmlik aşırdan da aşırdır. Bu nəyi demək istəyir? Deyir, qorunmaq istəyirsənsə, müsbət dəyişkənlik lazımdır. Allah'a o külək gəlir, yəni Allahın əmri gəlir. Deyir sağa, deyirsən baş üstə, sola, baş üstə. Zahirən zid hökmlər deyir. Deməlisən baş üstə. Əxlaq bunu öyrətmir bizə. Ona görə deyirlər, təqva əxlaqdan üstündür. Əxlaq nədir? Deyir, filan xüsusiyyətlər yaxşı, filan xüsusiyyətlər pis. Bunlara belə sahib ol, bunlardan imtina elə. Əxlaq bunu deyir. Amma təqva nə öyrədir? Təqva deyir ki, bu fəzilət var səndə, birdən əmr gəldi, bu fəzilətdən əl götür. Məsələn, sakit adamsan, aram, xoş əxlaq, gülərüz adam. Hədisdə var, gülərüzlük, xoş əxlaq görsənsəydi, ondan gözəl surət olmazdı. Hədisdə var, cənnətə Peyğəmbər buyurur, mənə ən yaxın olanlarınız, xoş əxlaq, gülərüz olanlarınızdır, qaşqabaqlılar yox. Əxlaq bunu öyrədir ki, necə olasan, gülərüz olasan. Amma təqva nə edir? Ömür boyu gülərüz olan adam, sakit təbiətdə olan adam Allah bir imtahan göndərir ki, burada qəzəblənməlisən. Burada xoş əxlaqlıqdan əl götürməlisən, imtina eləməlisən. Allah istəyir burada qəzəb göstərəsən. Bu qəzəblənmir, elə xoş əxlaqdır. Yaxşı fəzilət qaldı, amma bəndəlikdən çıxdı. Aydın oldu? Məqsəd yaxşı adam olmaq deyil, məqsəd Allah əmrini bilib ona itaət eləməkdir. Bir şəraitdə daxmada yaşayırsan, başqa şəraitdə geniş evdə yaşayırsan. İmamın biri yamaqlı paltarda gəzir, İmam Əli əleyhissalam, Həzrət Əli əleyhissalam. İmamın biri İmam Cəfər Sadiq əleyhissalam qiymətli paltar giyinir. Bir dənə həmin o dəyişkənliyi qəbul eləməyən nadan dindar gəlir İmam Sadiq əleyhissalama, deyir ki, nə oldu sizin babavuz, atovuz Əli əleyhissalam belə gəzirdi, yamaqlı siz dəyişmişsiniz yolu. O başa salır, deyir, onun zamanında cəmaatın vəziyyəti aşağı idi, o elə gəzirdi. Mənim zamanımda cəmaatın vəziyyəti düzəlib, mən də gələk cəmaata uyğun olam. Burada cəmaatdan aşağı olsam zillət olacaq bu mənim üçün. Bu zəlillikdir, möminə zəlillik yaraşmaz. O zaman zəlillik deyirdi, böyülü idi. Çünki imamdır, ən aşağı adamın səviyyəsində yaşayır. İndi cəmaatın səviyyəsi qalxıb yuxarı, mən aşağıda qalsam bu zəlillikdir. Mən də gələk qaldıram vəziyyətimi, onlara uyğunlaşdıram. Görürsünüz necə hökm dəyişir. Amma zahirpərəst adam, ancaq elə fəzilətin zahirini görən adam deyir, dəyişmək düzgün deyil. Gərəklə daxmada yaşayasan, gərəklə yamaqlı paltarda gəzəsən. Dinin çətinliyi bundadır. Dinin çətinliyi bundadır. Və dinin gözəlliyi də bundadır ki, çətindir. Bu çətinliklər adamı adam eləyir. Bizi niyə yaradıblar? Quranda yaradılış fəlsəfəsi haqqında ən möhkəm ayələrdən birini oxuyuram sizə. Və ma xalaqtul cinnə vel ins
illa liya'budun. İnsan və cinləri mənə bəndə olsunlar deyə yaratdım. Demir yaxşı adam olmaq üçün yaratdım. Yaxşı adam olmaq üçün yaratdım demir. Bəndə olsun mənə. Mən necə əmr eləyirəm onu desin. Ona əməl eləsin. Deyirsən döyüş baş üstə. Deyirsən sakit otur baş üstə. Deyirsən ehsan elə baş üstə. Deyirsən vermə baş üstə. Deyirsən gülərüz ol burada baş üstə. Deyirsən burada qəzəbli ol deyirəm baş üstə. Yox, yapışım gülərüzlükdən deyim yox. Mən həmişə gülərüzəm. Bu fəzilətdir, amma bəndəlikdir və bu fəzilət adamı bəndəlikdən çıxardır. Bu fəzilət insanı bəndəlikdən çıxardır. Allah bəzən əks əmrlər verir insanı yoxlamaq üçün. Əks əmrlər verir. Peyğəmbərə bax, imama bax, çox ziddiyyətli görünür. Bəzi yerdə dünya dağılır, Peyğəmbərin üzündən təbəssüm getmir. Qəzəblənmir, gülür, bağışlayır. Bir yer var ki, deyir, nə olur olsun bağışlamayacam, cəza verəcəm. Bu dəyişkən əmrlərin müqabilində dəyişmək çox mühüm məsələdir. Əbd budur. Biz gəlmişik dünyaya bəndə olaq və Allah bizi belə şeylərlə yoxlayır.